O bəlkə analı günlərimdəndir ki, həmişə tələsirdim evə gedim də. Həmən o fikirdir ki, tez evimə çatım. Ki, biraz da az görsünlər məni. Bildiniz, vaxtın çoxu, yəni evə sərf edeyim, evdə olum. Evə daha çox meyilliyəm. Evə çox meyilliyəm. Evə həddindən artıq meyilliyəm. Evdə nəyə tələbkarsınız? Çox tələbkaram evdə. Nəyə, evdə nəyə? Xoşlayıram ki, təmizlik olsun, xoşlayıram ki, belə, hərdən niyə görə əsəbləşirəm, deyirəm, ay qız, mən bunu gördüm, sən niyə görmürsən? Bax, bu düzdür, bu düzdür. Ha əlləşirlər, istəyirlər mən deyən kimi olsun, gənə də bir, o müsəlmanın bir şey, o qəmbərqulu çıxartıram, o qəmbərqulu bir şeydən bir çıxartıram ki, bax, bu düzgündür. Bax, bu pərdəni niyə belə ki? Bax, baxmamısan ona, görsən, o pərdə geri belə düz olaydı, bu elə olaydı. Belə də, belə fikirlərim... Bezirlərmi sizin kaprizlərinizdən? Yox, o qədər mənə çox istəyirlər ki, onlar bezmirlər. Onlar axı bilirlər düz deyirəm. Bilirlər düz deyirəm. Düz deyirəm. Hirslənirəm, deyirəm ki, niyə mən görürəm, siz görmürsünüz?